Bilmirəm nə edim, boşanmalıyam, yoxsa biraz da dözüm, uşaqlar üçün, cəmiyyət üçün, bəlkə də qorxduğum üçün. Bilirəm, bu suallar sənin beynində daim fırlanır. Ətrafdan fikirlər gəlir, biri get deyir, biri qal deyir. Amma sənin içində bir sükut var. O sükutun içində isə bir çaşqınlıq. Boşanma o imzanı atmadan çox-çox öncə başlayır. O duyğusal boşluqda, o sonsuz bəlkələrdə, bəlkə düzələcək, bəlkə səbr edim, bəlkə çox düşünürəm, deyə. Əgər bugün sən nə edəcəyimi bilmirəm deyirsənsə, əmin ol ki, bu bir mərhələdir. Bu cümlə içindəki səsi axtaran bir insanın etirafıdır. Sən tək deyilsən, bu sualın cavabını axtaran minlərlə insan var və bu cavab sənin içindədir. Sadəcə səbir, dəstək və iç səsini duymağa cəsarət lazımdır.